Bax, maşınınıza sür. Dairəni gözlədik və döndük. Bax, düşməsən birinci zolağa dairədən çıxacaq. Bax, bu zolaq avtobus zolağı deyil, narahat olma. Ay sol. İndi bax, əgər dairənin işlə tək quraşdırılıbsa, dairənin səsi üstündür və biz dairəni gözlədik. Sonra dairəyə daxil olduq. Düzdürmü? Dairədən çıxarkən üstün olduq. Beyata görünür, Lökbatan dairəsində nə qədər dövr elədik, amma hamı bizi gözlədi. Çünki dairənin səsinin onda üstün yamayışsan. Amma və lakin dairənin işləmə birlikdə baş yolun təşkil olunubsa həmin yolda, bu zaman dairənin səsi səni gözləmək məcburiyyətindədir. Bax, qarşıda var elə bir yol ayrıcı, həm dairə var, həm baş yolun işarəsi var. Bu deməkdir ki, biz dairədən düz gediriksə, dairənin səsindəkilər, soldakılar bizi gözləyəcək. Amma yox, biz dairənin səhəsinə daxil olub geri qaydası olsaydıq, bu zaman biz dairəyə girərkən üstünük. Bax, soldan gələn olsaydı əgər, bizi gözləməlidir. Amma biz bax, bu dairənin səsi fırlanıb çıxsaq, o zaman sağı biz gözləməliyik. İndi biz düz gedəcəyik də, heç kim gözləmirik. Sağını yandır. Tələsmirik. Piyadadan ehtiyatlı olaq, hər ehtimala qarşı. Sağ zolağa. Çıxarkən sağ zolaqdan çıxarmışıq. Oldu. Hə, sağda maşın dayanır, tıxac var, hər hansı bir maneə varsa bu zaman ikinci zolağa düşə bilərsən. Oldu? Uğurlar olsun dostum. Teşekkür. Bax, dönmək üçün görsən yandırıb, bax, yandırıb, söndürdü. Gelir beyatdan. Bilmir ki, keçəcək sağ zolağa, keçməyəcək. Ona görə ehtiyatını saxla. Tələsməni çox artırma. Ay yaşa. Qarşıda yer dairə var. Düz dedim, çəkiliş dayandırıram, amma dairə var deyə fikrimdən daşındım. İndi sual verəcəm sənə. Qarşıda dairə var və tək quraşdırılıbdır. Kimin üstündür? Biz yoxsa dairənin üstündəkilər? Dairəçilik. Əhsənsinə. Və dairəyə daxil olacağıq. Yəni, girib qayıtmayacaq. Dairədən sağa doğru gedəcəyik. Və ona görə sağa dönmüş yolumuzu mütləq yandırmalıyıq. Oldu? İndi baxacaqsan, gör dairədə avtomobil olsa yol verəcəksən, olmasa sürüb gedəcəyik. Oldu? Kənar sağ zonla gəl. Durursan dairə boşdur. Sür. Artır ki, lüzumsuz dəngimə. Afərin. Bax, indi dayandırıram çəkilişi. Uğurlar olsun.